Düzünü deyim, yeni telefon alanda hamımız eyni şeyi axtarırıq. Görəsən bu mənim gündəlik tempimə dözəcək. Bugün əlimdə olan Samsungun iki yeni Samsung A37 və Samsung A57 üçün məhz bu suala cavab axtarırıq. Gəl texniki xüsusiyyətlərin arxasındakı real performansına birlikdə baxaq. İlk olaraq çoxumuzun maraqlandığı Galaxy A37-yə baxaq. A37 gündəlik istifadə üçün çox uyğun bir cihazdır. İçində Exynos 1480 prosesoru ilə işlərini çox rahat görürsən. 5000 mAh batareya və 45 Wh enerji dəstəyi ilə gün boyu enerjini düşünmürsən. 50 megapiksellik əsas kamerası isə gündəlik çəkilişlərdə aydın nəticələr verir. Bu sadəcə bir smartfon deyil, işlərini asanlaşdıran bir köməkçidir. İndi isə daha yüksək performans və fərqli bir hissiyat axtaranlar üçün A57-yə keçirik. A57-ni əlinə aldığın an şüşə və alüminium gövdənin fərqini hiss edirsən. 6,7 düymlük Super AMOLED ekranı həqiqətən də vizual keyfiyyət üçün yaradılıb. Terra prosesoru və 8 GB operativ yaddaş isə cihazı çox sürətlidir. 50 megapiksellik kamera sistemi xüsusilə çətin işıq şəraitində detalları gözəl saxlayır. Bu texnologiyanın estetika ilə ən yaxşı uyğunlaşdığı cihazlardan biridir. Göründüyü kimi, hər iki model Android 16 və One UI 8.5 ilə gəlir. Sənin üçün hansı daha önəmlidir? Gündəlik rahatlıq, yoxsa daha üstün performans? Seçimi sənə buraxıram.